qadağan olunan vaxtda səbəbli namazları qılmaq olarmı? Yəni, misal üçün, əsrdən sonra məğribə yaxın olan vaxt. Bu adlanır nəhi olunan vaxt. Hansı ki, o vaxtda namaz qılmaq olmaz. Necə ki, hədislərdə varid olub. O vaxtlarda, misal üçün, təhiyyətül məscid qılmaq olarmı? Məscidə gələndə 2 rükət qılınan namaz və ya misal üçün, dəstəmaz almışsansa 2 rükət namaz qılmaq istəyirsən və ya misal üçün, hər hansı bir səbəbli namazları o vaxtda qılmaq olar, yoxsa olmaz? Bu barədə alimlərin 2 məşhur görüşü var. Birinci görüş odur ki, mütləq şəkildə deyiblər ki, o vaxtda, nəhi olunan vaxtda heç bir namaz qılmaq olmaz. Yəni, fərz namazları istisnadır, təbii. Yəni, fərzdən başqa olan bütün namazları o vaxtda qılmaq olmaz. Yəni, bu, Hənəfilərdə daha məşhurdur, həmçinin Malikilərdə, həmçinin var, Həmbəllərdə də bu görüşü deyənlərdən var. Lakin, ikinci görüş odur ki, onlar deyiblər ki, səbəbli namazları, misal üçün, təhiyyətül məscid, yəni 2 rükət məscid haqqı və ya misal üçün, dəstəmaz alanda qılınan 2 rükət namaz və ya misal üçün, hər hansı bir səbəb varsa namaz qılmağa, yəni, o vaxt məscidə daxil olmusansa, artıq namaz səbəbli olduğuna görə namaz qılmaq icazəlidir. Yəni, ikinci görüş icazə verir. Səbəbli namazları qadağan olunan vaxtda qılmaq icazəlidir. Bu ikinci görüşdür. Və bu daha məşhurdur Şafirlərdə, həmçinin Həmbəllərdə var, burayı da var. Yəni, həm İmam Əhməddən bu barədə 2 rəy sabit olub və həmçinin bu Şeyxülislam İbn Teymiyənin seçdiyi, yəni tərcih etdiyi rəydir. Allahu aləm, yəni bu ikinci rəy haqqa daha yaxındır. Yəni, səbəbli namazları qadağan olunan vaxtda qılmaq icazəlidir. İxlasla.com saytı tərəfindən təqdim olundu.